Salam, bugün Kodere yazı işlərindən 36-cı sualı izahını verəcəyəm. Proqramı quraq. Klaviaturadan bir boşluqla ayrılmış müxtəlif uzunluqlu sözlərdən ibarət sətr daxil edilmişdir. Hər bir sözün uzunluğu özündən sonra gələn sözün uzunluğundan kiçik olarsa, həmin sözlərin ilk hərflərini çap edən proqram Python dilində yazın. Gəlin bura hissə-hissə gedək. Birinci sətrimizi daxil edək. Sətrimizi daxil edək. Sətri daxil elədik. İndi sətrimizi biz söz-söz ayırmalıyıq. Məsələn, müxtəlif uzunluqlu sözlərdən ibarət bir mətnimiz var. Həmin mətndə bir söz, birinci söz ikinci sözdən kiçikdirsə, həmin o birinci sözün ilk hərfinə çap eləməlidir. İndi biz həmin boşluqdan ayıraq, bir siyahı yaradaq. N bərabərdir n.split. Split eləyək. Boşluqdan ayırdıq, siyahımızı yaratdıq. Sonra dövr yaradaq. İndeksə görə müraciət eləyəcəyik. Range. Len uzunluq, n'in uzunluğu qədər. Len n 1 byte çıxıram. Niyə 1 byte çıxıram? Çünki 1 çıxmasam, mən birinci ilə ikinci müqayisə eləmək üçün mən n plus, mən yazmalıyam if əgər len n i kiçikdirsə len n i plus 1-dən və belə yazacağım. Ən sonuncu elementin üstünə bir də 1 gələcək. Məsələn, tutaq ki, 5 sözdən ibarət bizim sözümüz var, mətnimiz var, 5 sözdən ibarət. Məsələn, 5-ci ilə 6-cını yoxlayacaq. 6-cı sözümüz olmadığına görə bizdə xəta baş verəcək. Görə mən n-1 yazıram ki, məsələn, ən sonuncu elementimiz olacaq burada siyahımızın uzunluğu 5 deyil, məsələn, 4 götürəcək uzunluq. Gələcək 4 üstünə 1 gəlirəm axı, 4-ün üstünə 1 gələcək 5 və proqramımız doğru işləyir. Şərtdə yoxlayaq. Len, if əgər len n-i kiçikdirsə len n-i plus 1-dən, yəni birinci sözümüz kiçikdirsə ikincidən, çapa geçsin, print n-i-nin birinci sözümüzün 0-cı elementi, ilk elementi. Gəlin yoxlayaq, burada bir mətn daxil edək. Nə yazaq? Salam, mən proqramlaşdırma öyrənirəm. Bax, necə olacaq? Gələcək salam sözünü mən sözün uzunluğu ilə müqayisə eləyəcək. Salam sözündə 5 simvol var, mən sözündə 3 simvol var. Bu uyğun gəlmir deyə. Sonra keçəcək mən ilə proqramlaşdırma. Burada çapa gedəcək, nə gedəcək? Çapa bir dəqiqə. Çapa M hərfi gedəcək. Çünki mən sözü 3 simvol var, proqramlaşdırma sözündə daha uzun simvol var. Məsələn, öyrənirəm. Bir söz də yazaq bura. Məsələn, öz adımı yazıram. Yenə də uyğun gəlmir. Məsələn, bunu araya salaq ki, A hərfi də burada geçsin çapa. Məsələn, anar sözündə 4 simvol var, öyrənirim də daha çox simvol var. Bir dənə də A sözü gedəcək çapa. Yoxlayaq. A simvolu çapa gedəcək. Simvolumuz çapa gedir. Yəni yoxlayaq burada. Proqramımız doğru işlədi.